Bu videomuzda 5-ci sinif natural ədədlərin yuvarlaşdırılması haqqında danışacağıq. Deməli, siz 4-cü sinifdə yuvarlaşdırma anlayışı haqqında tanış olmusunuz əslində. Bu gün isə daha geniş yuvarlaşdırma anlayışına tanış olasıyıq. 4-cü sinifdə yuvarlaşdırma dedikdə biz onluqlar dairəsində və yüzlüklər dairəsində yuvarlaşdırma öyrənmişdik ki, məsəl üçün buna 15, 14 və yaxud da 135, 136 kimi ədədlər daxil idi. Burada onluqlar mərtəbəsinə qədər yuvarlaşdırırdıq və yaxud da yüzlüklər mərtəbəsinə qədər yuvarlaşdırmış olurduq. Gəlin də baxaq görək yüzlüklər yuvarlaşdırılan zaman nə edik? Burada da yuvarlaşdırma işarəsi dalğalı bərabər idi. Bunu bilirik yalnız. Yuvarlaşdırdığımız zaman yuvarlaşdırdığımız mərtəbənin ədədindən bir əvvəlki rəqəmə baxırıq. Rəqəm əgər orada yerləşən rəqəm 5-dən böyükdür, bərabərdirsə, əgər 5-dən böyükdür, bərabərsə, buradakı 5 5-dən böyükdür, bərabərdir. Onda həmin mərtəbənin, yuvarlaşdırdığımız mərtəbənin rəqəmini bir vahid artırırıq. 1 isə burada 2 yazırıq. Onun sağındakı bütün ədədləri sıfıra çeviririk. Ki, burada bir dənə sıfır var deyə çevirdik və 20 elədi. Yəni isə indi 134 ədədini yüzlüklər mərtəbəsinə qədər yuvarlaşdıraq. Hansı mərtəbə yuvarlaşdırılır? Yüzlüklər. Götürürük, həmin mərtəbəni qeyd edirik ki, burada qeyd etmişəm. Daha sonra həmin mərtəbədən bir vahid geridəki, sağdakı mərtəbədəki rəqəmə baxırıq ki, bu 3-dür. Baxırıq, 3 5-dən böyükdür, ya kiçikdir? 3 5-dən kiçikdir. Ya 5-ə bərabər deyil, 5-ə bərabər olsaydı, mərtəbəni bir vahid artırasıydı. Amma nə 5-dən böyükdür, nə bərabərdir, kiçikdir. Ona görə də biri olduğu kimi saxlayırıq mərtəbəni və ondan sağda yerləşən bütün ədədləri sıfıra çeviririk. Oldu 100. Deməli, yüzlüklər mərtəbəsinə qədər yuvarlaşdırdıqda 134, 160 olur. Deməli, indi baxaq. Burada uzun, yəni mərtəbəsi çox olan ədədlər vardır ki, gəlin indi o ədədlərin yuvarlaşdırılmasına baxaq. Biz çox sadə ədədlərə baxmışdıq. Bugün bunlar həmin ədədlər üzərində yuvarlaşdırmanı öyrənəsirik. Fikir verək ki, burada ilk növbədə ədəd oxumamışdan qabaq ədəd nədir? Deməli, siniflərə bölək. Təhliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi, milyardlıqlar sinifi. 2 milyard 581 milyon 890 min 85. Bu ədəd üzərində ilk növbədə bir neçə yuvarlaşdırma əməli aparacağım. Deməli, fikir versəz, birinci milyardlar mərtəbəsinə qədər yuvarlaşdırma. Gəlin milyardlar mərtəbəsinə qədər yuvarlaşdıraq. Deməli, 2 milyarddan əvvəlki rəqəm 5-dir. Biz bilirik ki, 5 5-ə bərabərdir. Böyükdür, bərabərdə olduqda həmin mərtəbənin, yuvarlaşdırdığımız mərtəbəni bir vahid artırırıq ki, 2-dirsə bir vahid artırırıq, 3 edirik. Qalan sağındakı bütün rəqəmləri sıfıra çeviririk ki, burada 9 dənə rəqəm var. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. İkinci isə 500 milyonluqlar mərtəbəsindəki yuvarlaşdırmaya baxaq ki, burada 5-dən əvvəl 8 rəqəmi gəlir. 8 rəqəmi isə 5-dən böyükdür. Əgər 8 5-dən böyüksə, onda nə edirik? Yenə eyni şəkildə həmin mərtəbəni və mərtəbədən əvvəlki rəqəm sabit qalır. 2 sabit saxlayırıq. Həmin mərtəbədəki ədədi bir vahid artırırıq. 5-dirsə, bir vahid artıraraq 6 qeyd edirik. Mərtəbədən sağdakı rəqəmlərin hamısını sıfıra çeviririk ki, 1, 2, 1, 2, 3, 1, 2, 3. Təhliklər, minliklər, milyonluqlar, milyardlar sinifi. O milyonluqlar sinifinə indi baxaq. Milyonluqlar sinifindən 8 qeyd etmişik. 8-dən əvvəl, yəni əslində 80 mərtəbəsindən əvvəl təhliklər mərtəbəsində bir rəqəmi var. Bir rəqəmi isə 5-dən kiçik olduğu üçün 8 ədədini dəyişmirik, sabit saxlayırıq 8 rəqəmini və ondan sonraki rəqəmlərin hamısını sıfıra çeviririk ki, bir daxil olmaqla minliklər sinifi, təhliklər sinifi. Eyni şəkildə burada görürsünüz ki, 85, burada da onluqlar mərtəbəsinə qədər yuvarlaşdırmadan söhbət gedir. Onda yenə onluqlar mərtəbəsinə qədər yuvarlaşdırdıqda ondan əvvəlki təhliklər sinifinə baxaq, təhliklər mərtəbəsinə baxaq ki, burada 5 var və biz bilirik ki, əgər buradan yazaq, 5 5-ə bərabərdirsə ki, qeyd etmişəm. Bu zaman həmin mərtəbəni bir vahid artırırıq və sağındakı ədədi sıfıra çeviririk. Onda indi isə qeyd edək ki, burada 8 9-a çevrilmişdi və ondan sonraki rəqəm sıfıra yazırdıqsa, o ədədin əvvəldə 8-dən əvvəlki ədədlər olduğu kimi qeyd edək.
Bu səfər 8-9-a çevrilmişdi və ondan sonra sağında yerləşən ədəd 0-a çevrilmişdi. Bunu da qeyd etmiş oluruq. Deməli, biz yuvarlaşdırdığımız ədədlərdə deyirdik ki, tutaq ki, yuvarlaşdırdığımız mərtəbənin sinifindəki rəqəm 5-dən əgər əvvəlki ədəd 5-dən böyükdürsə, həmin mərtəbəni bir vahid artırırdı. Məsəl üçün, burada 7 bir vahid 5-dən böyükdür. Biz bilirik ki, 7 5-dən böyükdür. Onda biz 9-u bir vahid artırmalıyıq. Bax, bunu necə edə bilərik? Burada ən çox uşaqlarda problem yaranan yerdir ki, 9-un üzərinə 1 əlavə edə bilərəmmi? Bu doğru olarmı? Bəs da əlavə etdimsə, nə edə bilərəm yuvarlaşdırmada? Gəlin bu iki misalda bu nümunələrə baxaq. Şimdi baxaq, burada 197.152 ədədi vardır. Bu ədədi 190.000-ci mərtəbəsinə qədər yuvarlaşdır. Deməli, yuvarlaşdırdığımız mərtəbəni qırmızı işarə ilə qeyd etmişəm. Sonra o mərtəbədən əvvəlki mərtəbədəki ədədi, yəni rəqəmi 7-ni, 7-yə baxırıq ki, biz bilirik ki, 7 də 5-dən böyükdür. 5-dən böyükdür. Bu zaman nə edirdik? 5-dən böyük olduqda həmin yuvarlaşdırmaq istədiyimiz mərtəbənin bir vahid artırırdıq. 9 + 1 bərabərdir 10-a. Amma məsələ odur. Əgər biz 10 aldıq, biz 9-un yerinə 10 yaza bilmərik axı. 10, biz bilirik ki, rəqəmlər ədədlərin içərisi rəqəmlərdən ibarətdir və rəqəmin yerinə 10 yoxdur. 9-a qədər rəqəm vardır, 9 daxil olmaqla. Bu zaman nə edirik? Həmin 9-un yerinə 0 əlavə edirik, onun 0-ını və onun 1-ini isə 9-dan əvvəlki mərtəbədə. Yəni, baxın, bura mərtəbədə 1 var. Həmin 1-i həmin 1-in üzərinə əlavə edib yazın. Gəlin, indi yazaq. Deməli, 1-i 1-in üzərinə əlavə etdiyimizdə eləyir 200. 9-un yerinə 0 yazırdı və biz normal qaydada yuvarlaşdırmada nə edirdik? Yuvarlaşdırdığımız mərtəbədən əvvəlki ədədləri 0-a çevirirdik. 200.000 eləyir burada. Yuvarlaşdırdığımızda 200.000 almış oluq. İndi ikinci ədədə baxaq. Burada 399.812 ədəd var. İndi bir tək 9 olduqda bu işi həll etdik. Ya fikirləşsək, ya 2 9 yan-yana düşsə, 2 9 rəqəmi, buradakı 2 dənə 9 rəqəmi yan-yana düşüb. Onda nə edə bilərik? Əslində, yenə də eyni proses həyata keçiririk. Necə ki, burada da minliklər mərtəbəsinə qədər yuvarlaşdırmadan söhbət gedir. Digərində 10 minliklər mərtəbəsi idi. Burada minliklər mərtəbəsinə qədər yuvarlaşdırırıq. Baxaq, minliklər mərtəbəsinə qədər yuvarlaşdırdıqda minliyi qeyd edirik, yəni 9-u. 9 mərtəbəsindən əvvəl, 9-un yerləşdiyi mərtəbədən əvvəlki mərtəbədə 8 rəqəmi vardır və biz bilirik ki, 8 5-dən böyükdür. Bu zaman nə edirdik? Yenə 9-un üzərinə 1 əlavə edirdik və onun sağındakı bütün rəqəmləri 0-a çevirirdik. Yəni 8, 1 və 2-ni 0-a çevirirdik. O getdi. İndi 9-un üzərinə 1 əlavə etdiyimizdə biz bilirdik ki, 10 alınır. Yenə eyni şəkildə 9-un yerinə onun 0-ını, 1-i isə həmin mərtəbədən, yuvarlaşdırmaq istədiyimiz mərtəbədən bir əvvəlki mərtəbənin üzərinə gəlirdik. Amma bir şey var. Gəldik. Onda 9 + 1 yenə 10 almış olur. Onda nə edirik? Yenə eyni şəkildə həmin mərtəbənin yerinə onun 0-ını yazırıq və ondan əvvəlki, yəni 3. 3-ün üzərinə 1 gəlirik. Bu da eləyir 4. İndi bunu yazılı şəkildə yazaq. Deməli, 3-ün yerinə 4 yazırdıq. Çünki 9'lar minliklər mərtəbəsinə qədər yuvarlaşdırdıq, qeyd etdik. Sonra digər 9-un yerinə 0 yazmışdıq və ondan əvvəlki 9, yəni yuvarlaşdırdığımız mərtəbənin yerinə onsuz da 0 yazmışdıq. İzah elədik niyə görə? Digər mərtəbədə isə 812-nin yerinə isə 0 0 qeyd etmiş olur. Burada olur 400.000.